Dəvətinizə görə təşəkkür edirəm sizin. Çox sağ olun ki, belə bir gözəl bir tədbir keçirdirsiniz. Deməli, nə demək istəyərdim? Sağlam gələcək üçün ilk növbədə bu reabilitasiya mərkəzlərinə düşməmək üçün ilk növbədə özümüz, yaxınlarımız üçün, balalarımız üçün, qardaşlarımız üçün, bacılarımız üçün nümunə olmalıyıq. İlk növbədə içki istəmiriksə yaxınımız içsin, biz onu etməməliyik. Sigaret çəkməyin istəmiriksə balamızın, özümüz sigaret çəkməməliyik. Bugünkü gün 10 il bundan qabaq mən heç təsəvvür edə bilməzdim ki, belə bir çıxış yolu var və mən özüm bu bəladan əziyyət çəkmişəm və bugün ayıq başına buradan durub sağlam düşüncə insanlara ötürəcəm. Həqiqətən reabilitasiya mərkəzlərinin fəaliyyəti belə də, yəni necə deyim, sonsuzdur, yəni mümkün olan şey deyil də bugünkü gün ki, reabilitasiyasız insan ayıq qalsın, sağalsın və böyük bir işlər görülüb bu neçə il ərzində. Mən hamıya təşəkkürümü bildirirəm və gəlin sağlam gələcək nümunə, özümüz bir nümunə olaq hamıya. Çox sağ olun.